özünüzü təqdim edin. Önce Vitaliya Pushkin, hal-hazırda Müslimzadə Hacı Məhəmməd Mənkeşləri balasıyam. 50 yaşında İslamı qəbul eləmişəm və bundan sonra mən oldum hacı. 3 dəfə həcdə olmuşam. Bir dəfə Kərbalaya olmuşam. 3 dəfə Məşhəd olmuşam. Əsədkəs birində olmuşam. İndi neçə yaşınız var? İndi 76 yaşım var. 76. Hacı Məhəmməd kişi. Bax, necə oldu 50 yaşında siz xristian dinindən müsəlman dininə keçdiniz? Nə məcbur elədi? Yuxu gördünüz, yoxsa nəsə gördünüz, dəyişdi fikriniz? Bilirsiniz, elə yuxuda da mənə dedilər 3 dəfə, sən müsəlman olmalısan. Bilirsiniz, o belə şeydir ki, bəziləri deyir ki, bəlkə bu adam özündən nəsə çıxardır.